Hoş geldiniz. Vloglarımız da hazır daha. Karavan hayatı ne güzel hayatı. Ola götür. Levengisini görmürəm ama ya. Levengisizdir. Bak onu sokaran sokuyoruz aynı. Yok siz Gəncəlisiniz. Harası? Qərbi Azərbaycan. Qərbi Azərbaycan. Bəli, nüvədə aşı. Nüvədə aşı. Ay sen öyle deyin de. Bu nüvədə aşı. Nüvədə aşı. Levengisiz nüvədə aşı. Nüvədə aşı. Yiyəcəyim de. Döşəməli aş, döşəməli aş. Döşəməli. Hoş gəlmişsiniz. Həm də ki nüvədə aşı. Nüvədi. Qərbi Azərbaycan. Azərbaycanın Nüvədi kəndi. Nüvədi kəndi. Bəli, Nüvədi kəndi. Bizim Lənkəranda da nüvədi. Bəli, eyni soya malışdır. Ne güzel, ne güzel. Ağla. İndi o onda azhar aşağı nügəd bizdədir. Nügədinin başqa nə özəl yeməkləri var? Qərbi Azərbaycanın nügədi kəndinin. Çox gözəl, türə böcür aşlarımız var. Bizdə noxudlu aş var. Xüsusi Nüvədinin aşıdır. Noxudlu bayaqları yedin. Noxudlu plov. Sən də yedin də düzdür. Necə idi? Əla göz aşı deyirlər. Yox, bu Gəncə aşı başqadır, Nüvədinin noxudlu plovu tamam başqadır. Daha da Olması, buğlaması. Noxud bişirəydiniz də Hacı xanım da. Noxud bişirəydiniz yeyəydin. O bir də yol gəldi. Bilmədim axı, buna noxud gətirim. İnşallah. Tökəydin cibə gətirəydin. İnşallah Bakıda bişirərəm, gəlib yeyirsiniz. İnşallah. Bəs bu aşdan başqa nə var? Bu məsələn ki, bax. İndi Bizim hal-hazırda. cənubda ləvəngi plov var, balıq plov var, buranı plov var, lərgə plov var. Bizim plovlarda. Tək plov yox, yeməklər. Dolmalarımız var, cürə-bəcürə. Kələm dolması, yarpaq dolması. Məsələn, kör dolma, yəni ətsiz kör dolma Dən çox. dolma deyirlər də, kələmlə də olur, yarpaqla da olur, Yamançı soğanla, dolma yamançı dolma. Sizdə kör deyirlər ona. Dən dolma deyirlər. Dən dolma, kör dolma. Adları orada belə, hər bir söz deyil. Kör dolma. Buğlaması, lobya supu, lobya şorbası. Sonra nələr? Hər şey, nüvənin xüsusi yeməkləri var bizim. Bəli, çoxdur. Biz bu günləri gəldik yaylaq festivalına çəkməkdən. Mən də düşənəm, məndə o bəxt var. Dur, hazıra, gecədən plan qur. Sağ olsun.